Artırma əməliyyatı ticarət bölməsində əməliyyatlar hissəsində yeni əməliyyat düyməsinə daxil olmaqla həyata keçirilir. Yeni əməliyyat düyməsinə daxil olduqdan sonra açılan pəncərədə artırma əməliyyatı seçilir. Artırma əməliyyatının məqsədi anbar sayım sənədi formalaşdırmağa ehtiyac olmadan manual şəkildə birbaşa ambardakı məhsulların sayında artım etməkdir. Artırma əməliyyatına daxil olduqdan sonra artırılacaq məhsulların ambara əlavə olunacağı tarix seçilir, valyuta, eyni zamanda artırmanı həyata keçirdən menecer və artırmanın həyata keçiriləcəyi, yəni məhsulların əlavə olunacağı ambar seçilir. Həmin bölməsində məhsul adları hissəsi və yaxud kata adını seç düyməsindən istifadə olunub, məhsulların adları qaymaya əlavə olunur. Əlavə edildikdən sonra məhsulların qiyməti, yəni maya dəyəri, eyni zamanda onların ambara əlavə olunması istənilən sayı qeyd olunaraq təsdiqlənir. Bu əməliyyat zamanı ambarda məhsulların qalıqları artmış olur. Bu əməliyyatın nəticəsində balans hesabatında aktivlər tərəfində ambardakı məhsulların dəyəri artmış olur, öhdəlik tərəfdə heç bir dəyişikliyə səbəb olmur.